Diqqət eləsək, möminlər iki cürdür. Yəni, bəzi möminlər yalnız özü üçün çalışır. Yəni, özüm namaz qılıram, özüm oruç tuturam, başqasından mənə nə? Başqası içki içir, qumar oynayır, zina eləyir. Nə bilim, yəni yoluna azıbdır, ondan mənə nə? Xeyr, belə olmalı deyil müsəlman. Müsəlmanın, möminin canı yanmalıdır insanlara. Və çalışmalısan ki, qoy onlar da hidayət olsun, onlar da Allahın yoluna gəlsin. Yəni, can atmalısan, istəməlisən, mücadilə eləməlisən bu yolda. Yəni, özün namaz qılırsan, özün oruç tutursan, bu bildik, ibadət edirsən. Günahlardan uzaqsan, Allaha itaət, ibadət itaət edirsən və çalışmalısan ki, başqalarının da hidayət olması üçün can atmalısan, canın yanmalıdır. Mömin belə olmalıdır. Yəni, cəmiyyətdə canın yanmalıdır insanlara. Necə ki, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm insanların hidayət olması üçün necə çalışırdı, necə can atırdı, necə mücadilə edirdi. Və sən də o cür çalışacaqsan. Yəni, özün ibadət edirsənsə, başqalarının da hidayət olması üçün əlindən gələni edəcəksən, çalışacaqsan.